31 mart 1998-ci ildən Azərbaycanda dövlət səviyyəsində soyqırım günü kimi qeyd edilir. Mart qırğınları zamanı Azərbaycanda baş verən qanlı olaylar 20-ci yüzilliyin ən faciəvi unudulmaz səhifələrindəndir. Ötən əsrdə 4 dəfə 1905, 1906, 1918, 1920, 1948, 1953, 1988, 1989-cu illərdə Böyük Ermənistan yaratmaq istəyən ermənilər Azərbaycanlılara qarşı soyqırım və deportasiya siyasəti yeridiblər. Obyektiv TV-nin Xalq nə deyir verilişi bugün soyqırım gününü yada salmaq istəyəcək. 31 mart nə günüdür? Bu gün haqqında nə bilirsiniz? Mən yox. İmza 31 mart nə günüdür? Yox, dedim. Soyqırım günü, Azərbaycan soyqırımı nədir? Məlum faktıdır, ermənilərin törətdikləri və işləyirlər. Oyunlarını almasalar da bu faktdır. Bütün dünya bilir bunu. Amma niyəsə ikili standartlardan yanaşırlar bu hadisələrə. Yəni onların erməni soyqırımı aldıqları aprelin 24-də olmayan şeyi onlar 1-ə 5 şişirdirlər. Amma bizim olan törətdikləri hadisələri isə gizlədirlər. Bu Xristian aləmində onlardan iş eləmək olmuş. Nə gündür ki o? 31 mart soyqırım günü. Soyqırım da bəs qırılıblar da bizimkilər o müharibə haqqında, ha? Soyqırım günü. Bilmirəm. 31 mart nə günüdür? 31 mart ya 31 mart günü. Soyqırım. Bilmirəm. Valla qızım, halım yoxdur, başım ağrıyır. 50 milyona yaxın Azərbaycanlıların qətlə yetirildiyi gündür. 31 mart soyqırım günüdür, milli soyqırım günü. Nə bilirsiniz bu barədə ümumiyyətlə siz? 31 mart, valla dəqiq bilmirəm nə qədər qırılır, amma biləm Azərbaycan tarixinə qanlı hərflərlə yazılıb. 31 mart, nə deyə bilirəm ki, adi günlərdən biridir. Danışmıyorum da mən. 31 mart günü barədə siz nə edirsiniz? Niyə? 31 mart günü ümumiyyətlə nə günüdür? Nə günüdür ümumiyyətlə 31 mart? 31 mart. Mən bilmirəm. 31 mart. Yadıma gəlmir mənim 31 mart nə gündür. Nə bayramdır bu şey? İçkirik, çox sağ olun. Heç nə də bilmirəm. Heç nə bilmirsiniz? Bilirik ki, o xassa prasikdir, qarşıca. Və sizə məktəbdə heç nə deməyiblər 31 mart günü barədə? Deyiblər, yadımdan çıxıb. Qarşıca День независимости. 1 mart Azərbaycanın soyqırım günüdür. Bunu deyə bilərəm. Soyqırım günü. Nə deyə bilərəm? Hələ qisasımız alınmayıb da, düşünürəm ki. Qisas alınandan sonra danışmağa haqqımız var, indi yoxdur. 31 martı o yaxşı bir tarixçidir bu oğlan. Çox sağ olun. Bilmirsiniz? Bilirik. Nə günüdür? Soyqırım günündə. Nə deyə bilərsiniz bu barədə, nə bilirsiniz? Onlar ki, çəkmirsiniz. Mən xarici vətəndaşam, təzə gəlmişəm. Ona görə mən tanımıram buraları. 31 mart günü. Nə bilim valla, bilmirəm nə. 1918-ci ildə olmuş bir faciədir Azərbaycan xalqı üçün. Nə faciəsi? Soyqırım olub. 31 mart. Əgər 18-ci ildirsə bu qırğın günləridir yəqin. Soyqırım günüdür Azərbaycanlıların. 31 mart dünya Azərbaycan soyqırım günüdür. Yəni bu hamımız bildiyimiz kimi. 31 mart Azərbaycan soyqırımı. Mən sizə deyim açıq. Mən özüm mənfi baxıram. Niyə təkrar eləyək? Biz ermənilər qışqırırlar soyqırımı, biz də onlar təkrar, bizdə də soyqırımı. Biz belə millət döyürük. Türkiyə həmişə qoçaq olub. Biz ağlamamalıyıq dünya qarşısında. Mən sayıram ki, bunu gərək belə bir forma tapmaq, adını bəlkə dəyişdirmək. Niyə çəkək? Sino çəkək ki, ağlayaq ki, bizdə soyqırımı var, bizdə. Mən sayıram ki, biz gərək cəsur ruhunda öz
gənclərimizi böyüdək. Tərbiyə də belə olsun. Gələcək üçün. Heç nə demək istəmirik. Bilirsiniz ümumiyyətlə 31 mart nə? Yox, bilmirik. 31 Mart Azərbaycanlıların soyqırımıdır. Bu tarix unudulmayan bir tarixdir və heç zaman da yaddan çıxarmamalıyıq. Hər bir vətəndaşın borcudur ki, bu günü bir hüzünlə başa vursun. Yəni burada bizim soydaşlarımız, ulu babalarımız, dədələrimiz şəhadətə yetib bizim o düşmənlərimiz tərəfindən. 31 Mart'a nə deyə bilərəm? Cəmaata can sağlığı, uzun ömür.